Salam əziz izləyicilərim, xoş gördük sizləri. Kanalımın daimi izləyiciləri, sizləri xoş gördük. Bu günləri soba praşkası hazırlayıram. İlk öncə bizə lazım olan ərzaqlar 4 ədəd kartoşkanı soyuruq. Bəli dostlar, gördüyünüz kimi kartoşkalarımın qabığını soydum, yudum. İndi isə doğrayıram kubik-kubik. Gördüyünüz kimi dostlar, kartoşkaları kub şəklində doğradım. Baxın dostlar, üzərinə su alıb duz tökdük, qoyduq ki qaynasın. Baxın dostlar, indi unu əlavə etdik qaba. Unun içərisinə duz, maya və qatıq əlavə edib yoğuracağıq. Baxın dostlar, xəmirimizi artıq yoğurduq. İndi 45 dəqiqə mayanlandıracağıq. Dostlar, gördüyünüz kimi pireyimiz hazırdır. Yağ əlavə etdik. İstiotunu vurduq, indi isə əzəcəyik. Baxın dostlar, pireyimiz artıq hazırdır. Baxın dostlar, xəmirimiz gəldi. İndi isə kündüyü aldıq. Baxın dostlar, praşkalarımızı yumurtalayırıq. Çox gözəl praşkalar alındı. Gördüyünüz kimi dostlar, praşkalarımızı yumurtaladıq. Çörək otunu da vurduq. İndi sobaya yerləşdirəcəyik. Baxın dostlar, praşkalarımız hazır oldu. Çox gözəl, ləzzətli alınıb. Siz də hazırlayın, nuş edin.